Salam dəyərli izləyicilər. Bugün sizə Hikvision vibrasiya davamlı kamerasını təqdim edəcəm. Videomuzu Hikvision Azərbaycan rəsmi distributoru olan Avisekin təqdimatından izləyirsiniz. Təsəvvür edin, nəqliyyat vasitəniz saatlarla hərəkətdədir. Sarsıntı, vibrasiya, toz, hava dəyişkənliyi. Bəs belə bir mühitdə müşahidə sistemi sabit və etibarlı işləyə bilərmi? Hikvision'ın vibrasiya davamlı kameraları çətin şəraitlərdə belə nəzarəti itirməyən texnologiyaya malikdir. Bugün sizə təhlükəsizliyin hərəkətdə də necə sabit qala biləcəyini göstərəcəyik. Hərəkətdə olan təhlükəsizlik ən çətin sınaqdan keçən təhlükəsizlikdir. Sürətlə gedən bir avtobusda, tikinti sahəsində işləyən kranda və ya saatlarla yolda olan yük maşınında. Orada görüntü sabit qalmalıdır. Çünki bir anlıq titrəmə kritik məlumatın itməsi deməkdir. Hikvision bu reallığı nəzərə alaraq vibrasiya davamlı kamera texnologiyasını hazırlayıb. Bu, sadəcə görüntü çəkən cihaz deyil, ekstremal şəraitlərə tab gətirən, hər an etibar edə biləcəyiniz nəzarətçidir. IP67 standartı ilə təchiz olunmuş bu kameralar toz, su və güclü sarsıntılara qarşı tam dayanıqlıdır. Metal konstruksiyası və xüsusi montaj mexanizmi sayəsində ən çətin şəraitlərdə belə sabit görüntü verir. Bu kameralar yol hərəkəti nəzarəti, ictimai nəqliyyat, yük daşımaları və sənaye sahələrində itkisiz müşahidə üçün dizayn edilib. Hərəkət zamanı yaranan vibrasiya və sarsıntılar standart kameralardan fokus pozuntusu və qeyri-dəqiq çəkiliş yaradır. Hikvision isə bu problemi aradan qaldırır. Özü də stabil və davamlı texnologiya ilə. Bu kameralar real vaxtda ağıllı analiz funksiyaları ilə məlumatları süzgəcdən keçirir, yalnız görüntünü yox, nəticəni təqdim edir. Böyük müəssisələr, logistik şirkətlər, dövlət qurumları, hamısı üçün bir ortaq ehtiyac var. Etibarlı görüntü. Hikvision vibrasiyaya davamlı kameraları ilə görüntünü, təhlükəsizliyi və nəzarəti bir addım qabaq tutur. Bax belə dostlar, videomuzu Hikvision Azərbaycan rəsmi distributoru olan Avisekin təqdimatını izlədiniz. Kanalımıza abunə olub və videolarımızı like etməyi unutmayın.